Elgiz müəllim əslində əli boş gəlməyib. Çünki Capoeira Federasiyasının dəyərli nümayəndələri buradadır. Gözəl bir çıxış eləmək istəyirlər. Buyursun, gəlsinlər. Mübarək olsun. Mazar, 8 Mart'dır. Nerede kaldı? Bu Elgiz müəllim, Capoeira'nın öz musiqisi var. Hər dəfə eyni musiqinə rəqs edir. Deyil. Yəni ritm bəllidir. Oxşayala bir belə. Biz başqa musiqi səsləndirsək eyni hərəkətlər eləyə bilirlər. Yoxsa ancaq o musiqi olmaz. Olmaz, qəti qazanır. Hak mahnısız abi yoksa? Yox, olmaz hə? Olmaz. Çünki Peki, Olmaz olmazı yox değil. ya. Olmaz onu diyeyim ha. Bir olmaz. Yox, çünki öz musiqi alətləri var və onlar da kəmərləri daşıyırlar deyə. Başqa musiqi versək, onlar artıq vuracaqlar bir-birlərinə. Yox, onlar eləməyəcəklər ümumiyyətlə. Oxuda bilməzsən. Tamara oxuyurlar, bir dəqiqə şey olub. Onu burada oxuda bilməzsən, yox. Bunlar şou versiyasını göstərirlər. Əslində bunlar döyüşməyi bacarırlar və zalda, yarışlarda bizim Avropa çempionlarımız var burada, respublika dərəcəli idmançılarımız var. Hamısı yüksək nailiyyətli idmançı xanımlar. Adam böyüyəndə kim olur? Hamınız şpaqat aça bilirsiniz. Hamı aça bilir də yəqin ki, düzdür. Şpaqat açmaq vacib deyil də, yəni təpi ata bilirlər yuxarı. Yəni o belə eləyirlər, mis üçün 1-2-3 desəm eyni anda hamı şpaqat aça bilər. O gərək mən deyəm onda. Mən deməyimlə nə fərqi var ki onun? O başqa məsələ. Tonumuzdadır problem. Məşqçilərinə qulaq asırlar ona görə. Bir-birimizə dəyməyik. Birimiz qabaqda, birimiz arxada dayanın. Aha. Cümlə kəsilməyəcək, kəsilməyəcək. Yaxşı, qaydır o. Çox sağ olun. Təşəkkür edirik. Əziyyət çəkdiniz, gəldiniz. Uğurlarınız bol olsun. Xanımlar, irəli. Sağ olun.